Salamlayıram hər kəsi. Bugün yeni bir podkastımızla qarşınızdayıq və çox maraqlı, çox təcrübəli bir həkimimizlə, Azər doktor infeksionist və hepatoloqumuz, eyni zamanda Avropa-Asiya Hepatoloqlar Cəmiyyətinin üzvü, Azərbaycanda Hepatoloqlar Cəmiyyətinin idarə heyətidir. Xoş gəldiniz Azər doktor. Çox sağ olun doktor. Dəvətiniz üçün bəli çalışacağam ki, maraqlı məlumatlar verim, eyni zamanda dinləyicilərimizin suallarını ətraflı cavab verim. İnşallah, inşallah. Təşəkkür edirəm. Və belə deyək doktor, hepatitlər hər kəsin narahat edilən bir mövzudur. Yəni hər kəsin bir növ qorxduğu da mövzudur. Şəxsən mən özüm bir tibb personalı, tibb işçisi, həkim olaraq bu haqda narahat olduğum mövzulardan biridir və hepatit B-yə qarşı bununla bağlı bir peyvəndlə olmuşam. Çünki daim iynə ilə işləyirik, biz də kontaktda oluruq, iynə yeməyə daim iynələr batırırıq və bu risk altında biz ilk növbədə tibb işçiləriyik. A-dan Y-yə hepatitdə birinci bunun açıqlamasını istəyirəm verək. Yəni bu viruslar, hansı virus bizdə hansı xəstəliyi yaradır? Bu hepatitlər, bu viruslar hansı xəstəliyi yaradır bizdə? Nədir? Çox sağ olun. Virus hepatitləri hepatologiyanın belə deyək, ən qədim, ən ibtidai bir mövzusu olsa da bugün aktuallığını saxlayır. Çünki o həqiqətən bir aktual bir xəstəlikdir. Söhbət nədən gedir? Virus hepatitlərindən. Və virus hepatitlərinin hal-hazırda 18-ə qədər növü aşkar olunur. Amma onlardan 5 növü var ki, bunlar aktualdır. Bunlar A, B, C, D, Y adlandırılan hepatit viruslarıdır. Onlar iki qrupa bölünür. Enteral viruslar, yəni kontaktla, ağızla belə deyək, yoluxan, təmasla yoluxan hepatit virusları. Bunlar A və Y-dir. İkinci qrup isə parenteral, yəni qan təması ilə yoluxdurulan hepatit virusları. Bunlar B, C, D və hal-hazırda çox tək-tək rast gəlinən, hansı ki, aktual deyil, onların diaqnostikası aparılmayan digər müəyyən baş hərflərlə işarələnmiş hepatit virusları. Dediyim kimi, A və Y hepatitləri yalnız təmasla yoluxur. Bu su ilə, alimentar, yəni qida vasitəsilə, təmasla baş verir. Bu lap qədimdən məlum olan hepatitlərdir. Biz qabaqlar sarılıq deyirdik, Hodgkin xəstəliyi deyirdik. Bu A və Y viruslarıdır. Bunlar zaman-zaman böyük bir epidemiyalar törədib, pandemiyalara səbəb olub və çoxlu sayda insanların həyatına son qoyubdur. Amma bunun bir tərəfdən bu qədər təhlükəli olmasa yanaşı, onun o bir tərəfi yaxşıdır ki, bunlara qarşı aparılan sanitar əks etdirmiş tədbirlər qısa müddətdə onun qarşısını almaq mümkündür ki, bugün də bizim respublikada buna çox nadir hallarda bir neçə ildən bir və məhdud bir kollektivlərdə, ən çox uşaq bağçalarında, məktəblərdə və yaxud iş yerlərində çox məhdud sayda rast gəlinir və tez bir zamanda qarşısı alınır. Amma ən təhlükəlisi isə həmişə gizli xəstəlik, bilirsiniz ki, həmişə təhlükəli olur. Bunlar B, C, D dediyimiz parenteral, yəni qan təması ilə yoluxdurulan hepatit viruslarıdır ki, bunlar niyə daha təhlükəlidir? Ona görə ki, bunların əksər qismi gizli şəkildə, latent baş verir, davam edir və insanlar bir gün onun artıq fəsadları ilə birlikdə biz həkimlərə müraciət edir və biz də onlara köməklik göstərməkdə bəzən həqiqətən çətinlik çəkirik. Bəli, bunlar səssiz bomba deyirik də buna. Yəni ki, o gedir, öz proses və həkimin yanına gəldiyində daha çox artıq ağırlaşmalarla gəlirlər. Ya da ki, təsadüfi bir müayinədə hansı əməliyyata gedirlər, əməliyyatda təsadüfən aşkarlanır. Yəni kiminsə ağlına gəlmir ki, gedim mən sadəcə olaraq bir yoxlatdırım, məndə hepatit varmı, yoxmu? Ona görə gec yəqin ki, aşkarlanır bu proseslər. İzləyicilərimizə onların yoluxması haqqında bir qısa da olsa məlumat verməyimiz məncə ehtiyac var buna.
Bu dediyimiz o parenteral hepatitlər, yəni qan təması ilə yoluxanlar hansı yolla yoluxur? Çox təəssüf onların bir qismi yatıragen yollar, yəni tibb personallarından nağ içində deyil, o fəaliyyəti belə deyək, hər hansı tibb personalının yerinə yetirdiyi sarğılar, iynə sistem köçürülməsi, yəni infuziyalar vasitəsilə baş verə bilər. Diş həkimlərinin o gigiyenik qaydalara, sanitar qaydalara riayət etməməsindən baş verə bilər. Bundan əlavə də bəzi kiçik yollar da var. Bunlar nədir? Məsəl üçün invaziv girişimlər olan tatu, piercing, sonra belə deyək, bəzi bərbərlərin qeyri-düzgün fəaliyyəti, eyni zamanda narkomaniya, yəni ortaq iynə qəbulu narkomanlar arasında olur və bir də sonuncu çox az ehtimalla, çox kiçik faizlər də olsa bu cinsi əlaqə və yaxud doğuş zamanı baş verə bilir. Bəs hepatit baş verib. Baş verdikdən sonra hansı əlamətlər bizə bir siqnal olmalıdır ki, səndə hepatit ola bilər? Məsələn, götürək ən təhlükəlisi, deyirik hepatit B, C, D. Bunları hansı siqnal ola bilər ki, o onu gətirsin həkimə? Çox gözəl sualdır. Baxın, yenə də iki yerə bölək. Bir o təmasla keçən xəstələr A və Y. Bunlar da iş bir qədər asandır. Yəni bu xəstələr qısa bir neçə gün ərzində artıq müəyyən şikayətlər yaranır və onlar bu şikayətlər əsasında və sonunda ən erkən şikayətlə də müraciət etməsə belə artıq rəng saraldıqda, sidik tündləşdiyi də mütləq həkimə müraciət edirlər və həkimlər artıq diaqnoz qoyub müalicə başlayırlar. Amma ən təhlükəlisi isə parenteral hepatitlərdir. Çünki bunların orta statistik rəqəm %80-i gizli şəkildə, yəni B, C, D. Onlar uzun müddət ya şikayətləri olmur, ya da o qədər kiçik şikayətlər olur ki, bunu başqa xəstələrlə, ay söxdərməm var, ay əsəb gərginliyi keçirtdim, ay vitaminim çatmır, immun sistemim zəifdir deyə pasiyentlər, insanlar fikir vermirlər. Yalnız ağırlaşmış hallarda müraciət edirlər. Ümumiyyətcə, hər bir virus hepatiti kəskin başlayanda biz buna qripə bənzər sindrom deyirik. Yəni, qrip kimi başlayır. Sadəcə burun axıntısı, boğaz ağrıları olunur. Amma qripin bütün digər simptomları insanlarda müşahidə oluna bilir. Amma bu simptomların artıq 3-cü, 5-ci, ən uzağı 7-ci günündə insanlar sidiklərinin tündləşdiyini, gözlərində artıq sarılıq əmələ gəldiyini görürlər. Bu, yenə deyirəm, bir tərəfdən yaxşı hal kimi dəyərləndirmək olar ki, vaxtında müraciət edirlər və düz müalicə alırlar. Amma digərləri illərlə müraciət etmir. Yenə deyirəm, onlardan hansı simptomlar olur? Ümumi yorğunluq, tez yorulmalar, ümumi halsızlıqlar, bəzən dispeptik pozğunluqlar, az hallarda sağ qabırğa altında bir kütle ağrılar, hansı ki bunlar digər simptomlarla qarışdırılır və yaxud heç fikir verməyim, heç nə olmaz mənə deyib, onlar yalnız ağırlaşmış hallarda. Ona görə biz öz aramızda B və C hepatitlərini səssiz qatil adlandırırıq. Çünki səssiz axırda insan həyatına sonlaya bilir. Onda belə deyək də, doktor, gəlin real danışaq, bu Azərbaycan reallığından danışaq. Xəstə gələndə, məsəl üçün, mən götürəm ki, mən nevroloji xəstə gəlir, deyir, halsızam, yorğunam, stressliyəm. Biz onu təbii ki, o get hepatit B hamısını yollaya bilmirik. Get hepatit B ver, C ver. Burada çox faktorlar var. Müəyyən dəyərləri, vitamin dəyərlərinə baxırıq, stresini götürürük, gərginliyi götürüb baxırıq və onu normaya salırıq. Biz onu hər pasiyentdən istəsək belə, burada artıq o pasiyentin də inamsızlığı yaranır ki, mən gəlmişəm stres durumundan, real götürək. Biraz halsızlığım var, sən niyə mənə dərhal hepatitləri verirsən, hara qədər kəlləçaq analizləri yoxlatırsan. Bir tərəfdən də burada maddiyyat məsələsi var. Ona görə biraz bunu ən azı belə deyə bilərik ki, hər insan heç olmasa ildə bir dəfə ya check-up müayinəsi şəklində özü verdirsin bunu. Bir baxsın, yəni öz sağlamlığından rahat olmaq üçün. Ya da
hansısa bir əməliyyat keçiribsə və yaxud mütəmadi dırnaq ustasına gedirsə, hansısa bir kontakt diş gedibsə son dönəmlərdə diş həkiminə, onu düşünürəm ki, vermək o qədər çətin olmaz. Yəni ildə ən azı bir dəfə baxıb rahat olar, ya da ki bir peyvəndi var da, hepatit B-nin peyvəndi. Gedib peyvəndini eləyib daha rahat ola bilər. Yəni bu tərəfdən özünü sığortalaya bilər hər bir insan. Doğrudur, doğrudur. Bunu həyata keçmək üçün ilk növbədə insanlar risk qruplarında seçilməlidir. Risk qrupasını bilməlidir. Var yüksək risk qruplu insanlar, söhbət bu hepatit viruslarından gedir. Aşağı risk qruplu insanlar var, bir də risk olmayan insanlar. Məsələn, biz tibb personalı, həkimlər, tibb bacıları, laborantlar, qan köçürmə stansiyasında işləyənlər və s. bunlar yüksək risk qrupası sayılır. Ailəsində hepatit virusu olanlardır, müəyyən minimum invaziv tibb işlərində çalışanlardır. Məsələn, bunlar isə o aşağı risk qrupası sayılır. Bir də var riski olmayan insanlar. Yüksək risk qruplu insanlar ən gecə ildə bir dəfə bu yönündə check-up müayinəsindən keçirilməlidir. Özləri və yaxud işlədiyi müəssisə tərəfindən bu mütləq yerinə yetirilməlidir. Aşağı risk qruplu insanlara isə maarifləndirmə aparmaq lazımdır ki, bunlar özləri zaman-zaman heç olmasa 2 ildən bir, mümkünsə ildə bir dəfə, 6-12 aydan bir öz sağlamlıqlarına düşünüb, siz dediyiniz check-up müayinəsindən keçsin. Bir də var geniş əhali kütləsi, hansı ki risk qrupası olmayanlar. Bunlar biraz fərqlidir. Bunlarda bir gözəl bir cəhət var ki, son illərin artıq bütün tibb müəssisələrində əməliyyatlar, hətta əməliyyatlar, müəyyən proseduralar, bu müayinələr aparılandan sonra icra olunur. Bu da həm digər insanların yoluxmasının qarşısını alır, eyni zamanda bilməyənlər öz xəstəliklərini bilirlər və yaxud bilib diqqətə almayanlar artıq vəziyyətinin necə olduğunu bilib və buna qarşı bir tədbirlər görülür. Hətta bəzi diş həkimləri belə hal-hazırda müəyyən bir yardımları heç olmasa kart testlə də olsa hepatit viruslarını yoxlayıb sonra edirlər. Eyni zamanda bu dəqiqə doğuşlar, hər hansı bir hemotransfuziyalar, qan mı köçürülür, trombositlər kütlə mi köçürülür və s. Bunlar mütləq hepatit virusları yoxlanılır, sonra mütləq şəkildə həyata keçirilir. Amma çox gözəl olar ki, biz bu təhlükə qaraciyər assosiasiyası olaraq, ictimai birlik olaraq biz təhlük Səhiyyə Nazirliyinə yazmışıq ki, gənc ailələr nigahdan öncə necə ki hepatit belə deyək, QİÇ, sonra sifilis və talisemiya yoxlananlar hepatit viruslarına da yoxlansalar, bu sözsüz ki, qurulacaq ailəyə müayinəçilik deyil, sadəcə xəstəliklərinin vaxtında bilinməsi və müalicə olması. Bu təklifi biz vermişik, inşallah qəbul olunar və gənclər ailə qurmamışdan hepatitlərin olub-olmadığını da bilirlər. Mən sizə bir məlumat verim. Biz Azərbaycanda böyük tədqiqatlar, böyük statistik rəqəmlər yoxdur. Amma kiçik həcmli tədqiqatların nəticəsində bizə məlum olur ki, hər 12 nəfərdən birində hepatit virusları bu ya başqa ya daşıyıcı, ya xroniki xəstə şəklində vardır. Kifayət qədər rəqəmdir. Bəli, biz hər il 28 iyulda virus hepatitlərindən mübarizə günü keçiririk. Gönül tədbirində bir tədbirlər keçirdik. Ya bölgələrdə, ya Bakı şəhərində. Və onların bir neçəsində bu devizi qoymuşuq. Mən 12 nəfərdən biri deyiləm. Deyib, hər bir insan onu yoxlamalıdır, özünü yoxlatmalıdır. Onda, yenə deyirəm, əsas o deyil ki, mənim xəstəliyim var ya yoxdur. Xəstəliyi hər vaxtında bilinərsə, insanların həyatını qurtarmış olarıq. Bəli. 12 nəfərdən biri ona görə olmaq istəmirsinizsə, mütləq şəkildə öz problemlərinizin üzərinə düşün və check-up müayinələrinizi olunun, rahat olun. Bəs
bu hepatit bilirəm ki, digər üzvlərə, mən şəxsən öz tərəfimdən bilirəm ki, hepatit beyinə ciddi zərər yetirir. İrəli dövrlərdə, yəni fəsadlaşması ilə hepatik ensefalopatiya verir. Bu müəyyən təsirlərlə bağlıdır. Amoniak səviyyəsinin yüksəlməsi, bunun beyinə təsiri. Siz nə deyə bilərsiniz Azər doktor bu barədə? Yəni digər üzvlərə təsiri barəsində, fəsadları barəsində? Mən bir şeydən başlayayım. Biz görürsünüz, adını qoyuruq hepatit virusları. Hepatit, yəni qaraciyər mənşəli viruslar. Bu əslində tarixi bir addır. Tam mənasında doğru deyil. Çünki bu virus tək qaraciyəri zədələmir. Evet. Sadəcə bu tarixən ilk vaxtlarda qaraciyər zədələnməsi görülüb əsrlər öncə. Bu ad davam elədi və sonra da bunu təbabət dəyişmədi bu termini. İş orasındadır ki, bu viruslar hər bir orqanda, hətta bizim tükümüzün dibində belə var, əgər kim yoluxursa bunu insanın. Amma ən çox da zərər verir. Onun üçün ən gözəl mühit, böyüyüb çoxalıb artması üçün qaraciyər toxumasıdır. Eyni zamanda çox naxələf viruslardır, belə deyək. Elə ən çox da qaraciyəri zədələyirlər. Yəni bu viruslar adətən qaraciyər zədələnməsi şəklində aşkar olunur. Amma unutmaq lazım deyil ki, bu hər bir orqana təsir edir. Belə bir hepatologiyada böyük bir bölüm var. Hepatit viruslarının qanacadan kənar təzahürləri. Məsəl üçün, dəri xəstəlikləri, hemorragik vaskulitlər, autoimmun xəstəliklər, bir neçəsini sizin sahəndə bilirsiniz. Göz xəstəlikləri, mədalatı vəzin xəstəlikləri, eyni zamanda mərkəzi sinir sisteminin, hətta periferik sinir sisteminin zədələnməsi ilə gedən çox sayda onlar hər sahədə onlarla xəstəlik törədir. Bunlar da ən çox xarakterlikdir B və C viruslarına. Hətta onların aralarında bəzi bölgülər var. Məsələn, tutaq ki, krioglobulinemik xəstəlikləri daha çox B hepatit virusu verir, yoxsa C verir. Sualınızın o əsas qisminə gəldikdə, bəli, beyin, qaraciyərdə beynin birbaşa əlaqəsi var. Yəni, qaraciyərin xəstəliklərində çoxlu sayda beyin simptomları, beyin zədələnməsinə rast gəlir. Bunlar iki səbəbdən olur. Bir, qaraciyərin işini yetirmədikdə amoniakın səviyyəsinin yüksəlməsi və hepatik ensefalopatiya dediyimiz ensefalopatiya və komanın son məntəqəsi olan koma. İkinci, bilirik ki, qaraciyər bir laboratoriyadır. Qanın laxtalanma sistemi, qanın müəyyən onkotik, osmotik təzyiqlərinin təmin edilməsi, çoxlu 12 faktor. Bunlar hamısı eyni zamanda, məsələn, belə deyək, mikrotrombların əmələ gəlməsi və yaxud hemorragik sindromun əmələ gəlməsi. Məsələn, bunlar da beyində müxtəlif dəyişikliklər olur. Ona görə biz hepatik ensefalopatiyada mütləq nevroloji simptomları mütləq dəyərləndiririk və çox hallarda isə bunu nevroloqlarla konsultasiya şəklində təyin edirik ki, hətta bizim nevroloqlarla müştərək xəstəmiz olub. Xəstədə həm hepatik ensefalopatiya var, həm də beyin qan dövranının əhəmiyyətli bir pozulması var. Bilirik ki, belə deyək də, sirrotik xəstələr, yəni artıq qaraciyəri zədələnmiş xəstələr, yaşları yüksək, 50 yaş və üzəri olur əksəriyyətinin. Bunlarda da yaşla əlaqədar artıq müəyyən mərkəzi sinir sistemi, periferik sistemi xəstəlikləri olur. Yəni bunlar biz həkimlər tərəfindən ciddi bir diferensiyasiya, dəqiqləşmə tələb edir ki, o dəqiqləşmə əsasında da biz yenə də mən bir neçə xəstəni nevroloqlarla bir yerdə müalicə etmişəm və uğurlu nəticə əldə etmişik. Çox gözəl. Bəs burada məsəl üçün deyirlər ki, hepatit C-də, hepatit C tam müalicə oluna bilər. Düzdür, deyim? Bəli, hepatit C-də 2015-ci ildən sonra müalicəsində bir inqilab baş verdi. Yeni qısa müddətli tabletə şəklində və yüksək effektivli dərman preparatları bir neçədir. Onlar kəşf olunandan sonra biz həkimlərin də, eyni zamanda pasientlərin də işi çox yüngülləşdi. Son ədəbiyyatlar ortalama 90%
üzəri bir sağalma deyirdisə, artıq ən son yeniliklər 95%-in üzərinə çıxıb. Praktik bu bütün xəstələrin demək olar ki, tək istisna olmaqla tam sağalmasından gedir. Sözsüz ki, vaxtında müraciət ediblər. Gecikmiş xəstələrdə də isə bu etioloji amilin aradan qaldırması bizim müalicənin sonraki etapın üçün çox asanlıq gətirir, rahatlıq gətirir. Təəssüf ki, hepatit B və D haqqında bunu deməyəcəm. Bu D hepatiti tam bir fərqli bir mövzudur. Bilir ki, D hepatiti yalnız beli xəstələrdə, yəni HBS antigenin varlığında mövcuddur. Çox təəssüf ki, bu xəstəliyin hələ dünyada müalicəsi çox başarısızdır. Belə deyək də, ortalama 3-4 xəstənin birini biz xilas edə bilirik və qısa müddətdə bu xəstələr, hətta gənc insanlar sirroz mərhələsinə gəlib çatır ki, yalnız onlara qaraciyər transplantasiyası əlac sayılır. B hepatiti isə bu qədər də ağır olmasa da, amma hələ radikal bir dərman preparatı yoxdur. Biz pasiyentləri minimum 2 il, ortalama 4-5 il, bəzən isə ömürlük müalicə etmək məcburiyyətindəyik. Amma ümidlər çoxdur, onu deyim, izləyicilər bilsin. Hal-hazırda 50-dən artıq dərman preparatı üzərində tədqiqatları var və bəzi dərman preparatları artıq 3-cü və bioloji sınaq mərhələsindədir. Və yaxın illərdə belə bir dərman preparatlarının artıq satışda olub və biz həkimlərin, pasiyentlərin köməyinə gələcəyini düşünürük. İnşallah ki, digər hepatit B, D virusunda da eyni o bu C virusundakı kimi o inqilabı əldə eləmiş olarsınız. Həqiqətən də bu sağalmaz xəstəliklərdə bir həkim olaraq bilirəm ki, sağalmaz xəstəliklərdə verilən o hansısa ki, inqilabi dəyişikliklər verir, yeni dərmanlar, protokollar çıxır. O həm həkimin üzünə ağ eləyir. Çünki pasiyent gələndə bir ümidlə gəlir də həmişə. Az bir 1% də olanda o faizdən həmişə xəstəyə yapışır. Deyir ki, bax bu faiz məni işıqlığa çıxardacaq. Sanki o ümiddən həmişə gəlir. Ona görə bu bizim üçün də böyük bir üz ağardan bir şeydir təbii ki. Həqiqətən də düşünürəm ki, bu bir çoxlarınız üçün belə deyək, burada vacib məlumatlar oldu və əminəm ki, hələ beyninizdə çox suallar var. Ona görə nə suallarınız varsa, bu postun altında yaza bilərsiniz, sualınızı yönləndirə bilərsiniz. Azər doktor cavablandıracaqdır məmnuniyyətlə və yenə də daha hansı mövzu ilə bağlı məlumat almaq istəyirsinizsə, bilmək istəyirsinizsə, maraqlanırsınızsa, yenə bu postun altında yazın. Postumuza like qoyun, bəyəni qoyun və paylaşın ki, daha çox insana bu məlumatlar yayılsın və səhifəmizin yüksəlməsinə dəstək olasınız. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun Sevinç xanım. Gözəl mövzulara toxundunuz. Düzdür, bu virus hepatitləri çox böyük bir mövzudur. Amma biz əsas məqamlara toxunmaya çalışdıq sizin suallarınız gözəl aparıcılığınız sayəsində. Təkrar mən də qeyd etmək üçün bütün suallara mən cavab verməyə hazıram. Sizdən maraqlı suallar gözləyirəm. Sizə maraqlı olan, bilmədiyiniz, maraqlandığınız, ətrafınızdakı insanların əziyyət çəkdiyi bir problemlər varsa, onlara aid suallar varsa, mən hazıram. Eyni zamanda hər birinizə bu çıxışımızda dediyimiz kimi məsləhət görürəm ki, sağlamlığınıza qarşı diqqətli olun. Hər hansı bir şikayətləriniz varsa və bu şikayətlər qısa bir müddət də olsa davam edirsə, həkimlərə müraciət edin, mütəxəssislərə müraciət edin. Yoxlanın ki, xəstəliklərinizi vaxtında bilin. Eyni zamanda hər hansı bir risk qruplasındasınızsa, vaxtında check-up müayinələrdən keçin. Bu müayinələr sizə maddi və ya fiziki minimum bir çətinlik yarada bilər. Amma sonunda ən azından xəstə olmadığınızı və ya xəstəliyiniz varsa onu vaxtında bilib qarşısını ala bilərsiniz ki, bu da sizi sağlamlığınızın qorunması deməkdir. Hər birinizə təşəkkür edirəm. Maraqlı suallarınız varsa buyurun.